Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə növbəti 39 ailə, ümumilikdə 165 nəfər Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş kənddə daimi məskunlaşmaq imkanı əldə ediblər. 93-cü ildə məcburi köçkün olaraq Bakı şəhərində məskən salmışıq və 2026-cı ildir və öz torpağımıza geri dönmək üçün darıxırdıq və bugünkü gün çox xoşbəxtlik. Sağ olsun dövlətimiz, ordumuz, rəhbərliyimiz ki, bu günü bizə görməyə nəsib elədi və təşəkkür edirəm Cənab Prezidentə, ordumuza, Allah şəhidlərimizə rəhmət eləsin, yerdə qalanlarımıza can sağlığı diləyirəm. Bugünkü gün bizim sevincimizin həddi hüdudu yoxdur. Artıq 33 ildən sonra biz öz doğma kəndimizə, öz torpaqlarımıza qayıdırıq. Bugünkü gün üçün biz qazilərimizə, şəhidlərimizə və cənab prezidentimizə təşəkkür edirik, minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün mənim üçün çox sevindirici günlərdən, ən sevincli günlərimdən biri odur ki, mən şagird kimi öz doğma kəndimdən çıxmışam. Amma indi bir müəllim kimi öz doğma kəndimdə, məktəbimdə işə qayıdıram. Bu mənim üçün daha sevinclidir. Mən elə bilirəm ki, tək mən yox, bütün torpağı alınmış vətəndaşlarımız üçün hamı üçün sevindirici bir gündür ki, biz artıq öz doğma torpaqlarımıza qayıdırıq. İki gecədir mən yatmıram. Sevindiyimizdən ki, torpağımız alınıb, torpağımıza gedirik. Alan o şəhidləri Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bütün cavanlara sağlıq versin. Biz də doya-doya gedək, evimizdə yaşayaq. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Şükürbəyliyə qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş səlnaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, Əhməd Mahmudov, Real.